Bura Zəngilanın Ağalı kəndidir. 6 il əvvəl işğaldan azad olunan, bugün isə ağıllı kənd modeli ilə yenidən qurulan yurt yerlərindən biri. Bu torpaqlarda bir vaxtlar sükut danışırdı. İndi isə Ağalıda həyatın səsi var. Toyuq-cücə qaqqıltısı, həyətdə qaçan uşaqlar, işdən sonra torpaqda əmək verən insanlar. Böyük qayıdış çərçivəsində Qarabağa köç edən ilk ailələrdən, hətta birincisi də məhz Həbib kişinin ailəsi olub. Ailə xatırlayır ki, buraya köçəndə torpaq qupquruydu. Nə ağac vardı, nə də yaşıllıq. Amma bu torpağa olan həsrət o qədər böyük idi ki, yurt yerlərini abadlaşdırmaq üçün insanların burunlarının ucu göynüyürdü. Qarabağı işğaldan azad olunmuş bütün torpaqlara ilk köç 10 ailənin biri də biz olmuşuq. İlk 10 ailədən birincisi biz olmuşuq. Biz gələndə düz evlər qəşəngdir, gözəldir, hamısı hər bir şəraiti var. Ancaq həyat, baca hamısı qupquru, baxırdın hər yer torpaq, sapsarı torpaq, heç nə yox. İndi bu günümüzə min şükür, 4-cü ildir biz burada yaşayırıq. İndi Allah'a şükür, əkilimiz də var, meyvə tərəvəz də əkirik, ağaçlarımız deyir, şükür Allah'a, indi ağaçlarımız nə boydadır. İndi azdan çoxdan ərikdən zaten yığıb, büyülüb, pişirib, gələcək yəqin ki, çox olar Allahın köməliyi ilə. Bugün Həbib kişi Zəngilan hava limanında çalışır. İşdən sonra isə onu evdə yox, daha çox həyətdə, meyvə ağaclarının dibini belləyərkən, həyət bacasına qulluq edərkən görmək olar. Çünki bu torpaq onun üçün sadəcə yaşayış yeri yox, illərin həsrətinin bitdiyi yerdir. Mənim övladımın şəhərdə olub da, kənd görməyib. Yəni, bura gələndə anası dedi ki, ay abi, bunlar gedir. Bunlar orada yaşayacaqmı, yaşaya bilməyəcəkmi? Deyirəm, niyə yaşamır ki? Bu torpaq nə üçündür? Bu torpaq bizim üçündür də. Mən özüm 30 il orada yaşadım, 29 il yaşadım. 29 ili buranın bir gününə qurban verirəm, gedər. 4 ildə çox şeylər dəyişildi. Həyətə baxanda elə baxırsan ki, 4 il ərzində nələr dəyişilib, nələr iş görülüb. Baxırdın, evlər yürükürdü. Amma indi ağaçların sıxlığından evləri görmürsən. Yazdı vahşi evlər görmürsən. Bu qonşunun gücünü görürsən. Ailənin xanımı Bahar xanım da həm işləyir, həm də evinin xanımlığını edir. Ağalda qurulan bu evdə zəhmət də var, səbir də, sevgi də. Gələndə hələ beynim o qədər donmuşdu ki, heç nə təsəvvür eləyə bilmirdim ki, yəni Ağalını necə görəcəm. Amma gəlib düşəndən sonra gördüm, şükür. Yəni yaşadığımızla da əvvəlki, yəni 93-ə qədər yaşadığımız dövrdən də gözəl yaşayışımız var. Dövlətimiz sağ olsun, gözəl evlərimiz remontdur, hər şəraiti var. Düzdür, həyət bacada elə yaşıllıq yox idi. Yəni təzə qurulmuş bir kənd idi. Buna kənd demək olmaz, demək olar ki, şəhərdir. Yəni hamı da gəlir, görür, bilir. Bu ailə Qarabağı təkcə sözlə yox, əməli ilə sevdiyini göstərir. Danışdıqları qədər qrup yaratdıqları ilə da sübut edirlər ki, böyük qayıdış təkcə köç deyil, yenidən həyata bağlanmaqdır. Bəli, bu torpaqlarda həyat yenidən kök salır. Həbib kişi və ailəsi kimi insanlar Qarabağa sadəcə qayıtmadı, onu yenidən qurdu. Ağalda yanan hər işıq, əkilən hər ağac böyük qayıdışın davam etdiyini göstərir. Bu qayıdışın adı isə ümiddir, zəhmətdir və doğma yurda sədaqətdir. Rahim Əkramoğlu, Tərlan İbrahimova, Elşən Məhərrəmov, Zaur Həsənov, NTV Xəbər, Zəngilan, Ağalı.